Salam yoldaşlar, bugün cümlə üzvləri haqqında danışacağıq. Gəlin görək cümlə üzvləri nədir? Yadda saxlayırıq ki, cümlə üzvləri bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan bir sintaktik suala cavab verən söz və yaxud söz birləşmələri adlanır. Nə? Cümlə üzvləri. Bir daha deyirəm, bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan və bir sintaktik suala cavab verən sözlərə və yaxud söz birləşmələrinə cümlə üzvləri deyilir. Və yadda saxlayırıq ki, hər hansısa bir sözün cümlə üzvü olması üçün iki tələb var. Birinci tələb nədir? Leksik məna olmalıdır. Leksik məna. 2. Qrammatik əlaqə. Ona görə deyə bilərik ki, dilimizdə olan bütün sözlər, yəni cümlə üzvü ola bilmir. Məsələn, köməkçi nitq hissələri, düzdürmü? Yadda saxlayırıq ki, köməkçi nitq hissələri cümlə üzvü olmur. Köməkçi nitq hissələrinin içərisində bir dənə qoşmadır ki, qoşulduğu sözlə birlikdə cümlə üzvü funksiyasında çıxış edir. Qoşulduğu söz hansı cümlə üzvüdürsə, təbii ki, ondan eyni, belə deyək, sintaktik suala cavab vermiş olacaq. Daha sonra deyə bilərik ki, xitab və ara sözlər. Xitab və ara sözlər. Düzdürmü? Xitab və ara sözlər də belə deyək, cümlə üzvü ola bilmir. Amma xitab və ara sözlərlə cümlədəki sözlər, belə deyək, sintaktik vəzifə daşıyır. Amma cümlə üzvü ola bilmir. Aydındırmı? Daha sonra cümlə üzvlərində quruluş məsələsi var. Sözlər quruluşca 3 cür ola bildiyi halda, amma cümlə üzvləri quruluş baxımından 2 cür olur. Quruluşu. Demək 2 cür olur. 1. Sadə. 2. Mürəkkəb. Yəni, sadə cümlə üzvü nədir? Mürəkkəb cümlə üzvü nədir? Sadə cümlə üzvü yadda saxlayırıq ki, sadə cümlə üzvləri. Bu, yəni hamısında belədir. İstər mübtədası olsun, istər xəbəri olsun, istər tamamlığı olsun, istər zəfliyi olsun. Yəni, fərq eləmir də 5 cümlə üzvündən hər hansısa biri. Əgər nitq hissələri ilə, baxın, nitq hissələri ifadə olunubsa, həmin cümlə üzvü quruluş baxımından sadədir. Yox, əgər söz birləşmələri ilə ifadə olunarsa, söz birləşmələri və ya deyək ki, mürəkkəb adlar ifadə olunarsa, quruluş baxımından mürəkkəb deyəcəyik. Məsələn, deyirəm ki, Əli gəldi. Düzdürmü? Gəldi. Kim? Əli. Baxsaq, həm xəbərim, həm də ki, mübtədam nitq hissəsini ifadə olunur. Demək, quruluş baxımından necə olacaq? Sadə. Amma yazıram ki, Səməd Vurğun, məsələn, Səməd Vurğun xalq şairidir. Cümləni təhlil eləsək, xalq şairidir. Kim? Səməd Vurğun. Mübtədam ismi birləşməyə ifadə olunub. Xəbərim daha doğrusu ismi birləşməyə ifadə olunub. Mübtədam isə mürəkkəb adına. Demək, quruluş baxımından necə götürəcəm? Təbii ki, mürəkkəb. Daha sonra cümlə üzvlərində yadda saxlayırıq ki, quruluşun dediyi başqa bir şey qalmadı. Danışaq baş üzvlər, ikinci dərəcəli üzvlər. Ümumilikdə bizim 5 cümlə üzvümüz var ki, 5 cümlə üzvümüz. Bu 5 cümlə üzvü bölünür 2 qrupa. 1. Baş üzvlər var. Baş üzvlər. Bir də ki, ikinci dərəcəli üzvlər. Baş üzvlər hansılardır? Mübtəda və xəbər. İkinci dərəcəli üzvlər hansılardır? Tamamlıq, təyin, daha sonra zərfli. Baş üzvlərə digər adına, yəni cümlənin qrammatik əsası da deyilir. Yəni, baş üzvlər, yəni mübtəda və xəbər adlanır nə? Cümlənin qrammatik əsası. Niyə görə baş üzvlərə cümlənin qrammatik əsası deyirlər? Yəni, ikinci dərəcəli üzvlərə niyə deməyək də baş üzvlərə biz ancaq cümlənin qrammatik əsası deyirik? Ona görə deyirik ki, biz hər hansısa bir cümləni
cümlədə fikrimizi ifadə etmək üçün orada mütləq şəkildə yəni xəbər olmalıdır. Biz durub bir-birimizdən yəni adlıq cümlələrindən danışa bilmərik də. Məsələn, gözəl yaz səhəri, quşların cəhcəhi, çayın şırıltısı, düzdürmü? Həmin cümlədə nə olmalıdır? Və mütləq şəkildə xəbər olmalıdır ki, mənim cümləmdə bir bitkinlik olsun, fikir ifadə etmiş olsun. Aydındır mı? Buna görə cümlənin əsasını məhz deyək ki, baş üzvlər təşkil eləyir. İkinci dərəcəli üzvlərdə belə deyək, həmin baş üzvləri bəzəyir də, əlavə belə deyək, məlumat verir və s. Məsələn, deyirəm ki, mən gəldim, düzdürmü? Mən gəldim. Burada bir fikir var da, fikir bitkinliyi var. Gəldim kim? Mən. İndi mən buna əlavə, yəni ikinci dərəcəli üzvlərdən istədiyim hər hansısa bir üzv əlavə eləyə bilərəm. Mən sizi görmək üçün, məsələn, gəldim və yaxud mən dünən gəldim və s. İndi bugün danışacağıq cümlənin qrammatik əsası olan, yəni baş üzvlər haqqında mübtəda və xəbər. Gəlin görək, mübtəda nədir? Mübtəda yadda saxlayırıq ki, cümlənin ən müstəqil üzvüdür. Cümlənin ən müstəqil üzvüdür. Yəni cümlənin baş üzvüdür. Hərəkət və əlaməti xəbərlə müəyyənləşən tərif olaraq belə verilir ki, yəni mübtəda cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi və yaxud əşyanı bildirir. Baxın, şəxs deyəndə bir daha deyirəm, qrammatikada mübtəda nəzərdə tutulur və mübtəda canlı da ola bilər, cansız da ola bilər, heyvan da ola bilər. Daha sonra mübtəda dedik ki, ən müstəqil cümlə üzvüdür. Heç bir cümlə üzvündən nədir? Aslı deyil. Mübtədanın sualları var. Hansılardır? Kim, nə, hara suallarından birinə cavab verir. Daha sonra mübtədalarda biz deyə bilərik ki, mübtədalar ismin adlıq halda olan söz və söz birləşmələri ilə nədir? İfadə oluna bilər. Daha sonra deyə bilərik ki, mübtəda deyək ki, kim, nə, hara sualları dediyi, ən müstəqil cümlə üzvü dediyi, adlıq halda olan söz və söz birləşmələri ilə ifadə olunur dediyi və deyə bilərik ki, mübtəda cümlədə haqqında danışılan şəxs və əşyadır. Bunu da əvvəldə dedik, amma yazaq. Haqqında danışılan şəxs və əşyadır. Ona görə baxın, bayaq dedik ki, yəni qrammatikada bir daha deyirəm, şəxs deyəndə yəni insan nəzərdə tutulmur, mübtəda nəzərdə tutulur. O canlı da ola bilər, cansız da ola bilər. Daha sonra yadda saxlayırıq ki, mübtəda təyinlə hansı əlaqədə olacaq? Təbii ki, yanaşma əlaqəsində olacaq. Xəbərlə uzlaşma əlaqəsində olacaq. Və hər iki halda, yəni bütün məqamlarda yadda saxlayırıq. Mübtəda əsas tərəf olmuş olur. Yəni nə deməkdir? Məsələn, deyirəm ki, sədaqətli dostum, düzdürmü? Sədaqətli, bir dəqiqə bunu silim. Sədaqətli dostum gəldi. Gəldi, kim gəlib dostum? Hansı dostum? Sədaqətli. Demək, yanaşma əlaqəsi mübtəda ilə də xəbər arasında uzlaşma əlaqəsi. Amma hər iki halda təbii ki, görürük ki, əsas tərəf kimi çıxış etmiş olur. Gəldi mübtədanın ifadə vasitələrinə. Mübtədanın ifadə vasitələri. Mübtədalar nələrlə ifadə oluna bilər? Yadda saxlayın, mübtəda ifadə oluna bilər, məsələn, isimlə ifadə oluna bilər. Düzdürmü? Deyək ki, Əli, məsələn, Əli gəldi. Gəldi, kim? Əli. İsimlə ifadə olunub. Mübtəda ifadə oluna bilər, sifətlə ifadə oluna bilər. Məsələn, deyək ki,
Cavanlar ayağa qalxsın. Ayağa qalxsın kim? Cavanlar sifətlə ifadə olunub, sayla ifadə olunsun. Sayla. Məsələn, deyirəm ki, birincilər gəlsinlər. Kim? Birincilər. Əvəzliklə ifadə oluna bilər. Əvəzliklə. Məsələn, deyirəm ki, o gəldi. Kim gəldi? O əvəzliklə ifadə olunub. Zərflə ifadə oluna bilər. Zərflə. Məsələn, deyirəm ki, ora vətəndir. Ləyidir daşı. Vətəndir. Hara? Ora. Burada bir dənə diqqətli oluruq. Əgər hara sualı, mübtədanın bir dənə hara sualı var da, düzdürmü? Hara sualı mübtədanındır. Aydındırmı? Hara. Əgər hara sualına cavab verən bir sözə mən həmçinin haraya sualını verə bilirəmsə, artıq o mübtəda sayılmır. Zərflidir. Məsələn, deyirəm ki, oraya getmə. Düzdürmü? Getmə, hara? Oraya. Düzdürmü? Haraya, oraya. Hara ilə yanaşı harayanı verdiyimə görə artıq buradakı oraya sözü mübtəda yox, olacaq nə? Zərfli. Daha sonra mübtəda ifadə oluna bilər. Feillə, təsviflənən feillərlə ifadə olunmur. Təsviflənməyən feillərdən yadda saxlayırıq. Məstərlə ifadə oluna bilər. Məstərlə. Məsələn, deyirəm ki, oxumaq gözəldir. Baxın, gözəldir. Nə? Oxumaq. Məstərlə feili sifətlə ifadə oluna bilər. Feili sifət. Məsələn, deyirəm ki, oxuyanlar gəlsinlər. Gəlsinlər kim? Oxuyanlar. Vəssalam. Başqa nə deyə bilərik burada? Demək, isimlə, sifətlə, sayla, əvəzliklə, zərflə, məstərlə, feili sifətlə ifadə oluna bilər. Və əgər mənim hər hansısa bir cümlə özüm, bu fərq eləmir mübtədadır, fərq eləmir təyin. Hər hansı bir cümlə üzvü isimlə ifadə olunubsa, sifətlə ifadə olunubsa, sayla, nə bilim, əvəzliklə ifadə olunubsa, deyək ki, zərflə ifadə olunubsa, məstərlə ifadə olunubsa, feili sifətlə ifadə olunubsa, quruluş baxımından olacaq necə? Sadə. Biz nə dedik? Nitq hissələrinə ifadə olunan hər hansısa bir cümlə üzvü quruluş baxımından sadədir. Həmçinin bu, belə deyək, mübtədaya da şamildir. Daha sonra, bəs mürəkkəb mübtədalar necə olur? Mürəkkəb mübtədaları yadda saxlayırıq. İfadə olunmalıdır bir, ismi birləşmələrlə ifadə olunmalıdır. Daha sonra feili birləşmələrdən təbii ki, məstər tərkibi və feili sifət tərkibi ilə nədir ifadə olunmalıdır. Məsələn, indi hərəsinə aid bir dənə nümunə yazım. Deyirəm ki, Əlinin dostu gəldi. Əlinin dostu gəldi. Gəldi, kim gəlib? Əlinin dostu. Söz birləşməsinə ifadə olunub, quruluş baxımından necə olacaq? Mənim mübtəda mürəkkəb. Və yaxud qeyri-təyini söz birləşmələri ilə də ifadə oluna bilər. Məsələn, deyirəm ki, gözü yaşlılar gəldi. Gözü yaşlılar deyək ki, ayağa qalxsın. Ayağa qalxsın. Kim? Gözü yaşlılar qeyri-təyini söz birləşməsi ilə ifadə olunub. Daha sonra məstər tərkibi, feili sifət tərkibi ilə ifadə oluna bilər. Baxın, deyirəm ki, oxumaq gözəldir. Bir də deyirəm ki, oxuyanlar gəlsinlər. Bayaqları dedik ki, əgər məstər feili sifətlə ifadə olunubsa, quruluş baxımından necə olacaq? Sadə. Amma artıq məstər tərkibi olsa, dərs oxumaq gözəldir. Quruluş baxımından mürəkkəb və yaxud dərs oxuyanlar gəlsinlər. Bu zamanda quruluş baxımından mürəkkəb götürəcəyik. Mübtəda haqqında bu qədər. Mübtədada başqa bir məqam qalmadı. Danışaq xəbər
baş üzvlərindən belə də biri olan xəbər haqqında. Xəbər nədir? Xəbər də cümlənin baş üzvü olub, cümlədə haqqında danışılan, yəni mübtədanın nəyin bildirir? Ya hərəkət və yaxud da ki, əlamətin bildirir. Və xəbər deyək ki, sualı nə edir? Nə edir? Sualının feilin bütün şəkil və zamanlarında, həmçinin bundan yanaşı deyə bilərik ki, kimdir, daha sonra necədir, nə bilim, haradadır, və s. tipli suallara cavab verir. Xəbər də quruluş baxımından yenə sadə ola bilər, mürəkkəb olar. Bir daha deyirəm, sadə cümlə üzvü nitq hissələri ilə ifadə olunmalıdır. Nitq hissələri. Mürəkkəb deyək ki, xəbərlər mürəkkəb ifadə olunmalıdır. Mürəkkəb xəbərlər də ifadə olunmalıdır. Nə ilə? Söz birləşmələri. Söz birləşmələri. Bura fərq eləmir də, yəni ismi də aiddir, feili birləşmələri də aiddir. Həmçinin mürəkkəb adlardır. Daha sonra yadda saxlayırıq. Bəzi sözlər var ki, onlar suala cavab vermədən, belə deyək, cümlə üzvü ola bilirlər. Onlara aiddir. Bir, deyək ki, predikativ sözlər. Predikativ sözlər. Predikativ sözlər necə sözlərdir? Bir daha deyirəm. Predikativ sözlər suala cavab vermədən olurlar xəbər. Olurlar demək. Predikativ sözlər olur xəbər və necə xəbər? Yadda saxlayırıq. İsmi xəbər, yəni feili xəbər funksiyasına çıxış eləyə bilmir. Məsələn, predikativ sözlərdə hansılardır? Vardır, yoxdur, ondan sonra var, yox, lazım, gərək, düzdürmü? Sonra mümkün və s. Mümkün. Baxın, bunlar adlanır predikativ sözlər və suala cavab vermədən dedik ki, ismi xəbər olur. Məsələn, deyirəm ki, mənim arzum var. Var xəbər, nə var? Mənim arzum. Yəni, suala cavab vermədən xəbər funksiyasına çıxış eləyir. Və bir də dedik ki, sual əvəzlikləri. Sual əvəzlikləri. Sual əvəzlikləri də suala cavab vermədən istənilən cümlə özü olur. Baxın, predikativ sözlər yalnız ismi xəbər olur, ismi xəbər. Amma sual əvəzlikləri təbii ki, istənilən cümlə özü ola bilər. Məsələn, deyirəm ki, o nə etdi? Düzdürmü? O nə etdi? Nə etdi? Sual əvəzlidir. Suala cavab vermir və belə deyək, xəbər funksiyasına çıxış eləyib. Təbii ki, bunu götürəcəyik biz feili xəbər. Çünki feilin sualıdır. Daha sonra yadda saxlayırıq ki, xəbərdə başlamaqdır. Başlamaq. İstəməkdir. Başlamaq, istəmək, nə bilim, olmaq, etmək və s. Yəni, bu tipli sözlər digər sözlərlə əlaqələnib xəbər vəzifəsində işlənə bilər və bütövlükdə götürülür. Məsələn, deyirəm ki, o oxumaq istəyir. Da istəyir yox, bir daha deyirəm, məsdər istəmək feili ilə birlikdə bir cümlə üzvü olur. Xəbər vəzifəsində təbii ki, çıxış eləyir. Oxumaq istəyirdi. Kim? O. Da mən burada o, deyək ki, istəyir, nəyi istəyir, oxumaq istəyir şəklində götürə bilmərəm. Və yaxud deyirəm ki, o danışa bilmir. Danışa bilmir. Bütövlükdə kim? O. Və yaxud deyirəm ki, o getmək istəyir. Getmək istəyir. Kim o? Yəni, bütövlükdə, bir daha deyirəm, məsdər plus istəmək feili bütövlükdə nədir? Xəbər funksiyasında çıxış eləyir. Amma yadda saxlayırıq ki, bu tipli sözdə cümlənin müstəqil xəbəri də ola bilər. Bu zaman bunlar, deyək ki, olmaq, yaşamaq mənasını verərsə, həyata keçirmək mənasını verərsə, bu mənaları verərsə, təbii ki, müstəqil cümlənin xəbəri də ola bilər. Məsələn, deyirəm ki, o şəhərdə olur. Düzdürmü? Olur burada, yəni yaşamaq mənasını verir. Harada olur? Şəhərdə. Kim? O. Düzdürmü? Kim? O.
Yəni, bunlar müstəqil xəbər də ola bilər. Təbii ki, bunları da biz fe'l bölməsində keçmişik. Olmaq, yaşamaq, var olmaq mənasını bildirərsə, etmək, yerinə yetirmək, bilmək, məlumatı olmaq mənasında işlənərsə, təbii ki, bir daha deyirəm, müstəqil xəbər funksiyasında çıxış etmiş olacaq. Daha sonra yadda saxlayırıq. Hissəciklərimiz var ki, idi, imiş, daha sonra isə, həmçinin deyili də bura əlavə edə bilərik. Bunlar hər hansısa bir sözlərə qoşularaq və xəbər funksiyasında çıxış edə bilir və onun quruluşuna da təsir etmir. Məsələn, deyirəm ki, gələn Əli idi. Əli idi. Kim? Gələn. İdini biz burada və yaxud imişi, isəni, deyili müstəqil şəkildə xəbər götürmürük. Qoşulduğu sözlə birlikdə xəbər olur və təbii ki, quruluşuna da belə deyək, təsir etmir. Aydındırmı? Sadədir. Demək ki, sadədir. Əli idi. Sadə. Mənim xəbərim demək, quruluş baxımından sadədir. Daha sonra deyil sözü müstəqil şəkildə xəbər funksiyasında götürülə bilər. O zaman keçən dərs, məsələn, dərsimizdə də elə bir test var idi. Dedim ki, bu alını fe'lin ekvivalenti kimi çıxış edir. Məsələn, deyirəm ki, bu sənin üçün deyil. Məsələn, Əli üçün alınıb. Düzdürmü? Alınıb kim üçün? Əli üçün. Kim üçün? Sənin üçün, yəni deyil də. Kim üçün deyil? Sənin üçün deyil. Nə? Bu. Buradakı deyil, alınıb sözünün ekvivalentidir. Fərz edin ki, bunun inkarı da. Bu sənin üçün alınmayıb. Alınmayıb. Əli üçün alınıb. Bu şəkildə, yəni, müstəqil xəbər funksiyasında çıxış eləmə, belə deyək, qüdrətinə sahibidir. Daha sonra xəbərin ifadə vasitələri haqqında danışaq. Xəbərin ifadə vasitələri. Xəbərin ifadə vasitələri. Xəbər ifadə vasitələrinə görə yadda saxlayırıq. 2 yerə ayrılır. 1. İsmi xəbərlər var. İsmi xəbər. Bir də ki, fe'li xəbər. Nədir ismi xəbər? Nədir fe'li xəbər? İsmi xəbər odur ki, təbii ki, ismi xəbər nə ilə ifadə olunmalıdır? Adlarla. Aydındırmı? Daha sonra söz birləşmələrlə ifadə olunmalıdır. Fe'li xəbər deyim. Fe'li xəbər odur ki, təsviflənən fe'llərlə ifadə olunmalıdır. Bax, yazıram bura. Fe'li xəbər. Həmin xəbərə biz deyəcəyik ki, həmin xəbərimiz təsriflənən fe'llərlə ifadə olunsun. Plus, bura frazoloji, frazemləri də əlavə edə bilərik. Frazemlər, yəni frazoloji birləşmələrlə ifadə olunmalıdır ki, mənim xəbərim. Mən o xəbərə fe'li xəbər deyə bilim. İsmi xəbərdə dedik də adlarla, daha sonra söz birləşmələri ilə ifadə olunmalıdır. Məsələn, deyirəm ki, o uşaqdır. Uşaqdır kim o? Və yaxud deyirəm ki, o mənim dostumdur. Mənim dostumdur. Kim? O. Yəni, söz birləşmələri ilə, adlarla ifadə olunarsa, xəbərə mən deyəcəm, ismi xəbər. Və yadda saxlayır, söz birə, bura predikativləri də əlavə edə bilərik. Predikativ, bayaq onsuz da danışmışdı bu haqda. Daha sonra, fe'li xəbər, məsələn, deyirəm ki, o gəldi. Düzdürmü? Gəldi. Xəbər şəklində olan fe'li, yəni təsviflənən fe'li demək fe'li xəbərdir. O oxumalıdır. O oxumalıdır. Oxumalıdır. Kim? O. Düzdürmü? Və yaxud deyirəm ki, mən sənə qulaq asıram. Qulaq asıram. Kimə? Sənə. Kim? Mən. Yəni, frazoloji birləşmə ilə ifadə olunubsa, mənim xəbərim demək, deyəcəm mən buna fe'li xəbər. Daha sonra, burada
fe'li xəbər, ismi xəbər bu haqda da danışdıq. Daha sonra danışaq hər birinə aid bir neçə nümunə yazaq. İsmi xəbərə aid yazaq. İndi ismi xəbər. İsmi xəbər. Məsələn, deyək ki, ismi xəbərlər nələ ifadə oluna bilər? Deyək ki, elə ismin özü ilə. İsimlə ifadə oluna bilər. Düzdürmü? Deyirəm ki, gələn Əlidir. Əlidir. Kim? Gələn. Sifətlə ifadə oluna bilərmi? Əlbəttə ifadə oluna bilər. Məsələn, deyirəm ki, o gözəldir. 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 Kim? O. Sayla ifadə oluna bilər? Əlbəttə. Sayla. Məsələn, deyirəm ki, o birincidir. Birincidir. Kim? O. Və yaxud deyək ki, isim, sifət, say əvəzliklə ifadə oluna bilərmi? Bəli, əvəzliklə. Məsələn, deyirəm ki, oxuyan mənəm. Kim? Oxuyan. Daha sonra zərflə ifadə oluna bilərmi? Zərflə. Bəli. Məsələn, deyirəm ki, ora yuxarıdır. Baxsaq, burada həm mübtədam, həm də ki, xəbərim nələ ifadə olunub? Zərflə ifadə olunub. Daha sonra yadda saxlayırıq. Məsdərlə ifadə oluna bilər. Məsdərlə. Bunu ayrı yazın. Bir dənə bura baxın. Bunlarla əgər mənim xəbərim, bunlarla plus deyək ki, fe'li xəbərlə deyək ki, fe'li xəbərin ifadə olunubsa, fe'li xəbərin ifadə vasitələridirsə daha doğrusu. Demək, quruluş baxımından olacaq sadə. Yəni, əgər mənim mübtədam isimlə, sifətlə deyək, daha sonra isim, bunun rəngini dəyişim. İsimlə, sifətlə, sayla, əvəzliklə, daha sonra zərflə ifadə olunubsa, daha sonra deyək ki, təsviflənən feillərlə ifadə olunubsa, frazemlə ifadə olunubsa, təbii ki, quruluş baxımından olacaq necə? Sadə xəbərlər. Yox, əgər mənim xəbərim, yadda saxlayırıq, məsdərlə, daha sonra fe'li sifətlə, daha sonra söz birləşmələri ilə də bir növ. Söz birləşmələri. Bura mürəkkəb adlar da daxildir. Mürəkkəb adlarla ifadə olunubsa, təbii ki, quruluş baxımından deyəcəm, necə? Mürəkkəb xəbərlər. Aydındırmı? Məsələn, deyirəm ki, xalq şairi Səməd vurğundur. Baxıram xəbərimə. Xəbərim nəyə ifadə? Mürəkkəbəm. Quruluş baxımından demək necədir? Mürəkkəb. Və yaxud söz birləşmələri ilə. O mənim dostumdur. O mənim dostumdur. Düzdürmü? Mənim dostumdur. Kim? O. Quruluş baxımından deyəcəm mürəkkəb. Daha sonra məsdərlə ifadə olunarsa və yaxud da ki, fe'li sifətlə. Bu məqama bir dənə baxın, diqqətli olun. Əgər mənim, baxın bir daha deyirəm, əgər mənim xəbərim, yəni ən axır, cümləmin ən axırıncı sözü, yadda saxlayırıq. Məsdər və ya fe'li sifətdirsə, baxın, cümləmin ən axırıncı sözü də, məsdər və yaxud da ki, fe'li sifətdirsə, orada bir dənə ayıra biləcəyim mübtədadır. Mübtədanı ayırıram, digər hamısını qatıram nəyə? Tərkibə. Və götürürəm ismi xəbər. Çünki məsdərdir, fe'li sifətdir. Bunlar ismi xəbər funksiyasına çıxış edir, fe'li xəbər funksiyasına çıxış eləmir. Yəni, nə deməkdir? Məsələn, deyirəm ki, məqsədim ölkənin ən ali universitetləri
məqsədim ölkənin ən ali universitetlərində oxumaqdır. Düzdürmü? Ən axırıncı sözüm görürəm ki, nədir? Məstərdir də. Burada bir dənə bu cümlədə mübtədanı ayıram. Bax, oxumaqdır. Nə? Məqsədim. Qalan hamısın həmin o məstərə aid eləyir və bütövlükdə bir cümlə üzvü götürür. Yəni xəbər. Aydındırmı? Daha sonra burada fe'li sifət də ola bilər. Məsələn, deyirəm ki, oxuyanlardır. Deyək ki, məsələn, ölkənin ən ali universitetlərində oxuyan tələbələrimiz ölkənin ən ali universitetlərində oxuyanlardır. Kim? Tələbələrimiz. Oxuyanlardır, ölkənin ən ali universitetində oxuyanlardır. Yenə bütövlükdə nə götürəcək? Fe'li sifət tərkibi. Aydınmı? Bir dənə bu məsələyə diqqətlə yanaşın. Başqa bir şey qalmadı burada. İstəyirsiniz o cümləni də yazın. Məsələn, yazıram ki, tələbələrimiz ölkənin ən ali universitetlərində oxuyanlardır. Baxırım, xəbərin fe'li sifət ifadə olunub. Kim? Oxuyanlardır. Tələbələrimiz. Ondan qalan nə qədər söz varsa, belə deyək ki, xəbərə aid eləyirəm və bütövlükdə deyirəm ki, mənim xəbərim fe'li sifət tərkibi ilə ifadə olunub və yaxud da ki, mənim xəbərim məstər tərkibi ilə ifadə olunub. Və hər iki halda təbii ki, quruluş baxımından olacaq. Necə? Mürəkkəb. Əsas bu məqamlar miqdə düşür. Bu məqamlara diqqət eləyin. Daha sonra, burada mübtəda ilə xəbərdə bir şey qalmadı. Bir dənə mübtəda ilə xəbərin şəxsə və kəmiyyətə görə uzlaşması məsələsi var. Bir dəqiqə kəmiyyətə görə mübtəda və xəbərin kəmiyyətə görə uzlaşması. Yadda saxlayırıq ki, şəxsə görə uzlaşma, mübtəda ilə xəbər şəxsə görə uzlaşır həmişə. Amma istisna olaraq dedik ki, uzlaşmaya bilər. O da şəxsə görə, kəmiyyətə görə hələ uzlaşmadan danışmıram. Şəxsə görə uzlaşma adətən nə olur? Pozulmur. Amma istisna olaraq pozula bilər. İstisna olaraq pozula bilər. Nə zaman? Deyək ki, mənim xəbərim əgər şəxs əvəzliklərindən ifadə olunarsa. Məsələn, deyirəm ki, gələn mənəm. Düzdürmü? Mən neçənci şəxsdir? Birinci şəxs. Gələn neçənci şəxsdir? Üçüncü şəxs. Yəni, xəbərim, belə deyək, birinci şəxsdir, mübtədam üçüncü şəxs. Buna görə görürəm ki, həqiqətən burada şəxsə görə nədir? Uzlaşma pozulur. Amma adətən daha çox, yəni pozulur. Daha sonra, kəmiyyətə görə uzlaşma isə, kəmiyyətə görə uzlaşma cəm şəkilçisidir. Yəni, xəbər kəmiyyətcə nədir? Mübtəda əgər cəmdədirsə, xəbər də nədə olmalıdır? Kəmiyyəti cəmdə olmalıdır. Amma üçüncü şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətə görə təbii ki, demişdik, uzlaşa da bilər, uzlaşmaya da bilər. Bu da hansı formalardadır? Yadda saxlayırıq. Birinci, əgər insan anlayışı bildirən mübtəda cəmdə olarsa, xəbər də nədə olmalıdır? Cəmdə olmalıdır. Məsələn, deyirəm ki, uşaqlar gəldilər. Yəni, baxıram, mübtədamda nə var? Mübtədam insan anlayışı bildirir, cəmdədir
və xəbərim də nədə olmalıdır? Təbii ki, cəmdə. Amma bəzən təbii ki, mübtəda ilə xəbər cəmiyyətə görə uzlaşmaya da bilər. Məsələn, deyirəm ki, uşaqlar gəldi. Təbii ki, belə olanda biz deyəcəyik ki, mübtəda ilə xəbər cəmiyyətə görə uzlaşmıyor. Amma təbii ki, lar var, lar da olmalıdır. Daha sonra deyə bilərik ki, heyvan, insandan başqa, heyvan və digər canlılar, heyvan və quş anlayışı. Heyvan və yaxud quş anlayışı bildirərsə və mübtədam cəmdə olarsa, xəbər təbii ki, təkdə də ola bilər, cəmdə də ola bilər. Bir daha deyirəm, əgər mənim mübtədam heyvan və yaxud quş anlayışı bildirərsə və mübtədam cəmdə olarsa, xəbər təkdə də ola bilər, cəmdə də ola bilər. Məsələn, deyirəm ki, quşlar uçur da olar, quşlar uçurlar. Bu formada da ola bilər. Bəs cansız varlıqlar olarsa, mənim mübtədam cansız varlıqlar. Cansız varlıqlar olarsa, xəbər əksərən nədə olur? Təkdə. Demək, xəbərim olacaq təkdə. Məsələn, deyirəm ki, traktorlar yer şumlayır. Yəni, şumlayırlar yox, təbii ki, deməliyəm, yazmalıyıq, şumlayır. Bax, görürəm, mübtədam nədir? Cəmdədir. Xəbərim nədə işlənməlidir? Təbii ki, təkdə. Səbəb, çünki mənim belə deyək, cəmdə olan mübtədam cansız varlıqla ifadə olunur. Amma bunu yadda saxlayırıq ki, burada kəmiyyətə görə uzlaşma pozulub. Bax, burada. Yəni, burada kəmiyyətə görə uzlaşma pozulub. Görürəm, bunu dəyişim rəngi. Lar var. Xəbərimdə nə olmalı idi? Lar olmalı idi ki, kəmiyyətə görə uzlaşma pozulmasın. Yoxdur ki, demək kəmiyyətə görə uzlaşma pozulub. Amma bu norma pozuntusu deyil. Aydındır, norma pozuntusu hesab olunmur. Çünki, belə deyək, normaya görə cansız varlıqla əgər mənim mübtədam ifadə olunubsa, xəbərim də nədə olmalıdır? Təbii ki, təkdə olmalı. Bu normanın tələbi. Amma kəmiyyətə görə uzlaşma, artıq kəmiyyətə görə uzlaşmada qısası, baxın, qısası. Mübtədada lar varsa, larlər varsa, xəbərdə də nə olmalıdır? Lar üstü 2 olmalıdır. Bunun əksini görürsünüzsə olmalıdır. Bunun əksini görürsünüzsə demək, mübtəda ilə xəbər kəmiyyətə görə uzlaşmayıb. Belə, yoldaşlar, bu qədər. Sağ olun.